Keçən dəfə uşaqlar sintetik yuyucu vasitələr yarımçıq qaldı. Elə deyil. Sadəcə bildik ki, sabun nədir? Ali karbon turşularının natrium və kalium uduzu bərk sabundur. Natrium uduzu bərk sabundur, kalium uduzu maye sabundur. Amma sizin bax lap yazın. C15, H31, COO natrium bərk sabundur, kalium maye sabundur. Amma məsələn C15 ali olmalıdır ha. H31 O SO2 O natrium olanda bu sabun zad deyil. Hər natrium olanı biz durub sabun yaza bilmərik ki. Yəni ali spirtlərin sulfat turşundan əmələ gətirdiyi mürəkkəb efirlərin natriumlu və ya kaliumlu dozu bunlar sintetik yuyucu vasitə adlanır. Onu da keçən dəfə keçmişdik. Necə alırıq? Ali spirtin üstünə sulfat turşusu gəlir. Alınan mürəkkəb efirə də ya natrium kalium hidroksidi və yaxud karbonatını əlavə eləməklə alınır. Bunu aldıq. İndi sintetik yuyucu vasitə ilə sabunun nə kimi fərqi var? Bunları izah eləməmişdik. Birincisi onu deyim ki, karbon turşularının fərqi yoxdur. Ali olsun, ali olmasın. Lap elə alidən yazaq. C15, H31, COO natriumlu kalium uduzları hamısı suda yaxşı həll olur. Onsuz da qeyri-üzvü kimyadan bilirdik də. Natriumlu kalium uduzu həll olur. Məsələn, kalsium verilir. Kalsium ekvivalentlidir. Kalsium, magnezium, barium, yəni ekvivalentlərdən olanda karbon turşularının kalsiumlu, magneziumlu tuzları çöküntülərdir. Amma indi verilir C15, H31, O, SO2, O. 2 dəfə kalsium. Kalsium görüb deməyin ha, çöküntüdür. Bu suda yaxşı həll olan maddədir. Əzbər biləsiniz. Yəni natriumlu olsaydı o heç istəyir sintetik yuyucu vasitənin tərkibində, istəyir sabunun tərkibində natriumlu kalium duz zaten suda yaxşı həll olur. Karbon turşularının yenə deyirəm, ali olsun, olmasın, fərqi yoxdur. Karbon turşularının kalsiumlu birləşməsi, yəni kalsiumlu duzu, magneziumlu, bariumlu duzu çöküntüdür. Amma burada da kalsium var. Bu sintetik yuyucu vasitədir. Sintetik yuyucu vasitələr olanda, sintetik yuyucu vasitənin tərkibində bu. Bu sintetik yuyucu vasitə deyil. Tərkibi prosintetik yuyucu vasitəyə oxşayır. Bax, kalsiumlu birləşmə, bunlar suda yaxşı həll olurlar. İndi sabun yoxsa sintetik yuyucu vasitə hansı daha keyfiyyətlərinə görə daha üstündür, onlara baxaq. Birinci sintetik yuyucu vasitə iki xüsusiyyətinə görə sabundan üstündür. Birinci nədir? Bax, məsələn, sabun yazırıq. C15, H31, COO natrium. Yazırıq C15, H31, O, SO2, O natrium. Üstünlüyü nədən ibarətdir? Bax, burada biz o vaxt bunun haqqında demişdik. Qüvvətli əsas zəif turşudan əmələ gələn duzdur mu? Yazıda düşür, bax keçirilib də. Düz onda qeyri-üzvü kimyada keçir. Məsələn, natrium 2S yazırdıq da, qüvvətli əsas zəif turşu. Qüvvətli əsas zəif turşudan əmələ gəldiyinə görə necə mühitlidir? Əsası. Qələvi mühitlidir. Yəni bunun OH-ı böyükdür H müsbətdən. Lakmus nə rəngə boyuyur? Göy. Lakmusu göyərdir. Nəyə görə hidroliz eləyir? Zəiflə. Yəni anionuna görə. Anionuna. Yəni ki, bu bildiklərimizi deyə sonra gələcək. İndi buna baxaq. Qüvvətli, əgər bu qələvi mühitdə, bax, qələvi mühit. Bu metalı güclüdür, bunun tərkibində turşusu da güclüdür də, sulfat turşusu. Elə deyil. Belə çıxırmı ki, bunun əsaslığı bərabərdir turşuluğuna. Necə mühitdir? Neytral mühitdir. Onda lakmusun rəngində dəyişmir. Amma bunlar qələvi mühitdir, lakmusu göyərdir. Yəni sabunlar lakmusun rəngini göyərdir. Bu bildiyimiz idi. Sadəcə hələ üstünlüyünü biz demək istəyirik ki, sintetik yuyucu vasitə niyə sabundan üstündür? İki xüsusiyyət. Bir xüsusiyyəti odur ki, sintetik yuyucu vasitə neytral mühitdir. Parçalara dağıdıcı təsir göstərmir, neytraldır. Amma qələvlər həmişə dağıdıcı maddələrdir. Sabunlar qələvi mühit olduğuna görə parçalara dağıdıcı təsir göstərir. Yenə deyirəm, sintetik yuyucu vasitə, düşünün, biri var sabun, bir də var sintetik şampun, zat nəsə düşünün də belə. Sintetik yuyucu vasitələr neytral mühitlidir, çünki qüvvətli turşu, qüvvətli əsas var, neytral mühitlidir, parçalara heç bir dağıdıcı təsir göstərmir. Amma sabunda əsası güclüdür, qələvi mühitlidir. Qələvi mühitlərdə qələvlər ümumiyyətcə dağıdıcı maddələr olur. Natrium OH, kalium OH qələvlər deyirəm. Bu da qələv mühitli dağıdıcı maddədir. Bu sintetik yuyucu vasitənin bir üstünlüyü. Başqa bir üstünlüyü nədir? Bax, sabun sizcə suda yaxşı köpüklənir, yoxsa sintetik yuyucu vasitə? Sintetik. Sintetik yuyucu vasitə suda daha yaxşı köpüklənir, amma sabun isə çox da yaxşı köpüklənmir. Buna səbəb nədir?
Bax, düzdür, biz hələ qeyri kimyadan cod suyuna kalsium keçməmişik də, orada deyəcəyik, amma yenə də deyək. Suyun tərkibində codluq var, daimi codluq var, müvəqqəti codluq var. Deyək ki, məsələn, kalsium xlorid gəlir üstünə. Deyəsin, niyə bunu gəlir? Bu cod suyun tərkibində olan hissəciklərdir. Yaxud maqnezium kimi gələ bilərsiniz. Gəldi, bu zaman nə alınır? Natrium çıxır buradan xlorla birləşir. Alınır natrium xlor və kalsium da bura gəlir axı. C15, H31, COO, kalsium 2 dəfə. Və karbon turşularının kalsiumla maqnezium udusu çöküntüdür axı. İndi burada nə alınır? Yenə natriumla xlor birləşər. Natrium xlor da yerləşmədi, oraya yazmadım. Kalsium gəlsin bura. C15, H31, O, SO2, O, kalsium. Kalsium 2 valentlidir axı. Belə yazaq. Amma dedik tərkibində sintetik gücü vasitəyə uyğun bir şey varsa, bu suda yaxşı həll olur. Deməli, sintetik gücü vasitə suda yaxşı həll olduğuna görə yaxşı köpüklənir. Sintetik gücü vasitə cod suda, bax, yulanda suda həll olan maddə əmələ gətirir. Suda həll olan maddə də yaxşı köpüklənəcək. Amma sabunu suda yuyanda onda çöküntü verən bir maddə əmələ gəlir ki, o çöküntüdə köpüklənmənin qarşısını alır. Deməli, sintetik gücü vasitə nə oldu? Ali karbon turşularının, sulfat efirlərinin natriumlu və ya kaliumlu birləşmələridir. Sabun nədir? Ali karbon turşularının natriumlu və ya kaliumlu birləşmələridir, yəni duzlarıdır. Sintetik gücü vasitə iki xüsusiyyətinə görə sabundan üstündür. Birincisi, sabunlar qələm mühitlidir, parçalara dağıcı təsir göstərir. Sintetik gücü vasitələr neytral mühitdir, parçalara dağıcı təsir göstərmir. İkincisi, sabun cod suda pis köpüklənir. Amma sintetik gücü vasitə suda yaxşı köpüklənir. Buna səbəb, sabunun pis köpüklənməsinə səbəb, sabun suda həll olmayan maddənin əmələ gətirməsi, çöküntünün əmələ gəlməsi ki, o da köpüklənmənin qarşısını alır. Amma bu kalsium olmasına baxma, suda yaxşı həll olan maddədir. Yadda qaldı. Bu sintetik gücü vasitədən borcumuz.